Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri Mərdəkandan salamlayıram. Lena. Mərdəkanda qalaya gedən yol. Qalaya gedəndə yolun sol tərəfində mərasim evi var. Mərasim evi ilə üzbəüz, mərasim evindən sonra yeni açılmış Araz marketə yaxın qaz kontoru deyilən küçədə qaz idarəsi var, kiçik bir. O küçədən sizə 4 sotun içərisində inşa olunmuş, şəxsi olaraq inşa olunmuş bir evi təqdim etməyə başlayıram. Evin bugünkü gündə qiyməti 288 min manatdır. Bütün əşyalarla birlikdə o qiymətdən endirim olunacaq. Baxın, bizdə mənə zəng eləyib şəxsi ev axtaran müştərilərimiz üçün 2 mərtəbə, 5 otaq, monolit beton, əşyalı, həyətində sol tərəfində bütöv olaraq meyvə ağacı, dekorativ ağaclar, şam ağacları, orada qəşəng oturmaq üçün kiçik bir söhbətgah kimi stulu var. Həyətin su hövzəsi var. Həyətin, evin hər tərəfinə fırlanmaq olur. Evin arxasında hasarla 2 metrə yaxın məsafə var. Torpağın da evində kubçası var. Bir daha söyləyirəm, bugünkü gündə 288 min manatdır. Ev yerdən hündürdə inşa olunub, kürsülüdür. Hətta evin zirzəmisi də var, oradan qapısı da var, hansı ki evin altına keçmək olur. Mümkün var. İndi isə keçirik evin daxilinə. Evin daxilinə keçməmiş, evin qarşısında kiçik belə bir veranda var, teras var. Burada oturub, hansı ki mətbəxin qarşısıdır. Burada oturub çay içmək olur, yayda dincəlmək olur. Onu da sizə deyim ki, həyətdə yetərincə qədər yer var. Gələcəyinə kim istəsə hovuz tikməyə, hovuz da tikə bilər. Qaraj da tikə bilər, hovuz da tikə bilər. Nə istəsin etmək mümkündür. İndi isə keçək evin daxilinə. Evin ümumi giriş qapısı keçdi evin dəhlizinə. Geniş, harada görürüksə metlaq varsa, o hissələr hamısı isti döşəmədir. Keçən kimi sol tərəfdə dolablar qoyulub, evdə gördüyümüz hər bir şey qalacaq. Sadəcə indi ev sahibinə uyğun olan şəxsi bir şeylər çıxacaq, amma qalan şeylər hər şey qalır, əşyalı satılır. Ev ümumi olaraq 180 kvadratdır, dəyərli izləyicilər. Bura mətbəx otağıdır. Soyuducusu, 2 dənə soyuducu var, hətta demək olar ki, hər bir şey var. Tam yaşayışa hazırlanırdı. Hər zaman da yaşayış var, yaşayırlar. İsti döşəmə, atəblin sistemi, mətbəxlə üzbəüz qonaq otağıdır, geniş böyük qonaq otağı. Qonaq otaqlarında atəblin sistemi çəkilib, kondisioneri var, TV stendi, televizori, divanı, kreslosu, stolu. Burada bəzənmə stolu, termosu, hər bir şeyi var, maşallah. Birinci mərtəbədə qonaq otağı, mətbəx, ayrı-ayrı hamam tualet yerləşir. Şəxsi evdir də. Yaşayış olan evdir, dəyərli izləyicilərimiz. Burada da uşaq üçün stol qoyublar, dərs oxumaq üçün. Burada ayrı-ayrı. Bura hamamdır, geniş böyük bir hamam otağı. Bura ayrıca sanitar qovşağı. Buradan çıxırıq, qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə 3 dənə yataq otağı yerləşir. Yenə ayrı-ayrı hamam tualet yerləşir. Orada da hamısı əşyalıdır. Bütün otaqlar hamısı doludur. Qalxdıq 2-ci mərtəbəyə dəhliz. Dəhlizdən sağ tərəfdə hamam tualet. Yenə eyni şeydir. Bura çox çəkməyəcəm. Eynidir. Eyni kafellərlə, metlaqlarla, eyni şeylərlə təmir olunur. Birinci yataq otağı, bütün dolablar, yataq dəsti, hamısı mövcuddur. İstilik kombi sistemidir. İkinci yataq otağı, yenə hər bir şey, televizori, dolabları, yataq dəsti, Allah saxlasın. Balaca uşağın yatağıdır, beşikdir, yəqin ki o çıxar. Bir də burada yenə televizor, divan, bir dənə də burada yataq dəsti var. Bu da 3-cü yataq otağı.
Dəyərli izləyici, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.